Salam, əziz xalqımız, əziz təqibçilərim. Hər birinizi buradan salamlayıram. Hər birinizə Allah'tan uzun ömür, dünyada ən gözəl nemət olan can sağlığı arzu edirəm. Allah'ın verdiği ömrü Allah istədiyi kimi yaşamağı Allah hər birimizə nəsib eləsin. Sizə bu günləri bir mövzu haqqında danışacağım. Bəzən özümüz də bilmədən bizə bəddua eləyən insanların dualarına amin deyirik. Heç özümüzün də xəbərimiz olmur. İndi necəsini sizə mən buradan başa salacağım. Hər birimiz məsəl səhər çıxırıq evdən, işimizin, gücümüzün dalına gedirik. İndi yəqin ki bizi hər kəs istəmir də, istəyən də var, istəməyən də var. Başlayır arxamızdan ki, səni heç sağ get, salamat qayıtma. Məsələn yəni. Biz də deyirik ki, Allah hamı arzusuna çatdırsın. O bizə bəddua eləyir, biz də onun duasına amin deyirik. Ona görə də o yanlış fikirdir ki, biz deyirik ki, Allah hər kəs arzusuna çatdırsın. Allah pis insanları heç arzusuna çatdırmasın. Allah o insanları arzusuna çatdırsın ki, onun qəlbində Allah sevgisi var. Özünü arzulamadığını başqasına da arzulamır. Xalqını, elini, obasını birinci dua eləyir ki, xalqımız, elimiz, obamız, qonşularımız xoşbəxt, azad, firavan, sağlam yaşasın, içində də mən. Allah o insanları arzularına çatdırsın. Yəqin ki, mənimlə razılaşarsınız ki, mən yalan demirəm, mən düz deyirəm. İndi mən öz arzularımı sizə şeirimlə çatdırıram, buyurun, dinləyin. Arzumdur bir dənə cahil qalmasın, bütün insanlar hidayət olsun. Bir Allah şahiddir, mən istəmirəm, dünyada bir dənə cinayət olsun. Əl açaq, Allah'tan hər kəs istəsin, çağıraq zamanın sahibi gəlsin. Nə kimsə kimsənin haqqına girsin, nə kimdən kiməsə şikayət olsun. İnsan yaranıbdır gəlib getməyə, söz də bir incidir, sapa düzməyə. Hər şey dərk edib başa düşməyə, ilhamın bu sözü kifayət olsun. Hər şey dərk edib başa düşməyə, ilhamın bu sözü kifayət olsun. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sizin fikirlərinizi rəy bölməsində gözləyirəm. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Allah'a emanet olun.